Azərbaycan çempionu Qarabağ bugün UEFA Çempionlar Liqasının play-off mərhələsində ilk oyununu keçirəcək. Ağdam təmsilçisi doğma meydanda İngiltərənin güclü klublarından olan Newcastle-la üz-üzə gələcək. Bakı şəhərində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək. Oyuna yerli və xarici azarkeşlərin böyük maraq göstərdiyi bildirilir. Stadionda anşlaq olacağı gözlənilir. İki oyunlu sistem üzrə keçirilən play-off mərhələsində ilk görüş Qarabağ üçün xüsusi əhəmiyyət daşıyır. Komanda cavab oyunu öncəsi üstün nəticə əldə etməyə çalışacaq. Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə keçiriləcək. Qarabağ son illər Avrokuboklardakı çıxışı ilə Azərbaycan futbolunun bayraqdarı kimi tanınır. Komanda daha əvvəldə bir neçə dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edərək beynəlxalq arenada ölkəni layiqincə təmsil edib. Bu mərhələni keçəcəyi təqdirdə Ağdam klubu yenidən Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində yer alacaq. Newcastle isə İngiltərə Premyer Liqasında rəqabətə davamlı heyəti və yüksək oyun tempi ilə seçilir. Britaniya təmsilçisinin Bakıya əsas heyətlə gəldiyi bildirilir ki, bu da qarşılaşmanın gərgin və maraqlı keçəcəyini deməyə əsas verir. Qeyd edək ki, play-off mərhələsinin qalibi UEFA Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanacaq. Bu baxımdan qarşılaşma təkcə klublar üçün deyil, Azərbaycan futbolu üçün də böyük əhəmiyyət daşıyır.